Bacımın uşağı məktəbdən gec gəldiyi üçün hər zaman məktəbə özü ilə nəsə aparır. Bu gün istədim ki, onun məktəb çantasına lunchbox hazırlayım. Əziz analar, bu sizin üçün də bir fikir olsun. Toyuq filesini belə götürdüm, duz, istiot əlavə elədim. Daha sonra bunu yağlı kağızın içərisində başladım əzməyə. İsidilmiş quru tavada elə yağlı kağızın üzərində o üzü bu üzü tam yağsız bişirdim. O pişənə qədər də King Smart'dan aldığım digər ərzaqları lunchboxun içərisinə lazım olan hər şeyi aldım. Hər gün yenilənən, bişirilən isti-isti çörəklər, təzə bişən şirniyyatlar, bol təzə və səliqəli meyvə bölümü və hər gün təzə-təzə gələn ətlər. Bu market həqiqətən çox təmiz, səliqəli və möhtəşəmdir. Ən əsası da gülərüz personalı var. Elə bu gül çörəyi də King Smart'dan aldım. Arasına biraz mayonez əlavə elədim. Daha sonra toyuq, Holland pendiri və xiyar. Təbii ki, bu içliyi sizin övladınızın damaq dadına görədir. Daha sonra başlayıram lunchbox'u yığmağa. İlkin olaraq hazırladığım sandviçi qoydum. Biraz meyvə əlavə elədim. Biraz çərəz, üzüm, salfet və yanına da meyvə şirəsi qoydum. Siz də belə kiçik notlar yaza bilərsiniz ki, övladınız yeyən zaman sizi xatırlasın, məktəbdə özünü tək hiss eləməsin. Ümumiyyətlə, övladlarınıza hər zaman onu nə qədər çox sevdiyinizi xatırladın. Çünki böyüyəndə başqa insanların sevgisinə möhtac olmasınlar. Özünüzə yaxşı baxın. Bu günlük bu qədər. Hələlik.